Ümumdünya Şəhərsalma Forumunun 4-cü günündən canlı bağlantılarımız davam edir və bir neçə dəqiqə öncə çox əhəmiyyətli bir müzakirələrin içərisindəydik və təbii ki, əsas gündəlik mövzulardan biri də UF13-ə gələn xarici qonaqları investisiya və ticari iqtisadi nöqteyi nəzərdən əməkdaşlığa cəlb etmək və Azərbaycanın ümumiyyətlə öz daxili məhsullarını xaricə çıxarmaq məsələsi və işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurma bərpa məsələlərində öyrənilən təcrübəni digər ölkələrlə bölüşmək məsələsi. Və elə Azpromo'nun təşkil etdiyi tədbirdən sonra Azpromo'nun prezidenti Yusif Abdullayevlə birlikdə məhz həmin o tədbir barədə danışacağıq. Hüseyin, hər vaxtınız xeyir olsun. Uğurlar arzulayıram ilk növbədə sizə. Bir neçə dəqiqə əvvəl çox mükəmməl bir tədbirə şahidlik etdik və orada çıxışlar Azərbaycanın həyata keçirdiyi iri layihələr və fikir mübadilələri, təcrübə mübadilələri olduqca geniş idi və xaricdən gələn qonaqların da marağını biz şahidi görürük. Ümumiyyətlə, həm istərdim bugünkü tədbirlə bağlı bizə məlumatları ötürəsiniz, danışasınız. Həm də UF13-də Azpromo'nun iştirakı. Azpromo UF13-ə necə bir qatı qatır? Yəni dünyaya necə bir nümunələr göstərir? Bununla bağlı istərdim bölüşəsiz fikirləriniz. Sağ olun. Siz də dediyiniz kimi həqiqətən tədbir çox yaxşı keçdi. Gözəl təqdimatlarla və gələn qonaqları da çox biz maraqlandıra bildik. Ümumiyyətlə Azpromo olaraq bizim UF çərçivəsində həm UF həftəsi 13 may tarixində logistika və ixracla bağlı keçdiyimiz tədbir və artıq UF çərçivəsində tarixləri bugün keçdiyimiz ağıllı və dayanıqlı layihələrin təqdimatı və həmin layihələrə xarici investorların cəlbi məsələsi bizim üçün çox önəmli məsələlərdən biridir. Belə ki, biz sevinirik ki, Azərbaycanda ağıllı, dayanıqlı, yəni şəhər salma layihələri həyata keçirilir və 18 may tarixində açılışda möhtərəm cənab prezident tərəfindən 2 layihənin adı çəkildi. Akşəhər layihəsi və Sibris. Bugün siz onların təqdimatını gördünüz. Bizim əsas məqsədimiz, bir digər şirkətlərin təqdimatı da oldu. Bizim əsas məqsədimiz bu kimi layihələrə xarici investorların cəlb olunmasıdır. Bu istiqamətdə biz həm Sibrizlə, həm Akşəhərlə, həm digər layihələr, şirkətlərlə təqdim edilən layihələr üzrə böyük kampaniyalar edirik, xarici ölkələrə gedirik. Sibrizin istər Özbəkistan, istər Montenegroda əlimizdən gələni maksimum dərəcədə dəstək oluruq ki, onlara bu layihələri həyata keçirilsin. Çünki artıq bu məhsullar, mən bunlara məhsul adlandırıram, tək Azərbaycanda deyil, Sibriz kimi, Akşəhər kimi artıq bir markaya çevrilir və biz bunu belə deyim, xidmət olaraq hətta ixrac edirik. Yəni bu çox önəmli məsələlərdir. Yəni ki, və ən önəmli mövzu budur ki, bu son 15-20 il ərzində baş vermişdir. Təqdimatlarda yəqin gördünüz, şəkillərdə necə olub, indi necədir? Yəni həqiqətən inanılmaz bir işdir ki, bu çox qısa müddətdə bu iş layihələri həyata keçirilib. Önəmli bir məsələni də vurğulamaq istəyərdim ki, çox qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə şəhərsalma layihələri çox böyük bir şəkildə həyata keçirilir. Burada da məqsədimiz təbii ki, xarici investorları bura cəlb etməkdir. Yəni gördünüz ki, Ağalı kəndinin ağılı idarə etməsi önəmli, artıq dünya səviyyəsində nümunəyə çevrilir. Bizim üçün bu çox önəmlidir. Dediyim kimi Azpromo olaraq, təşviq agentliyi olaraq bunu təşviq etmək, təqdimatlarını etmək və maksimum dərəcədə praktik olaraq bu sahəyə investorların cəlb edir. UF13 düşünürəm ki, bizim ölkəmiz növbəti bir uğurudur və artıq bu çox uğurlu bir tədbir biz deyə bilərik. Təbii ki, tədbir hələ də davam eləyir və COP29-dan sonra iştirakçıların sayına görə ikinci olan UF13 mən düşünürəm ki, çox önəmli bir platformadır ki, harada biz də öz mandatımız çərçivəsində xarici ölkələrə həm investisiya layihələrinin təqdim olması, eyni zamanda təcrübəmiz və məhsullarımızın, xidmətlərimizin ixracı ilə bağlı məlumat mübadiləsini aparmış. Çox sağ olun, təşəkkür edirəm və uğurlar arzulayıram. Minnətdaram sizə. Bəli, qeyd edeyim ki, müsahibim Azpromo'nun prezidenti Yusif Abdullayev idi və biz bir neçə dəqiqə bundan əvvəl baş tutmuş tədbirlə bağlı fikir mübadiləsi apardıq və həmçinin Yusif Abdullayev bizə o barədə də məlumat verdi ki, UF13-də Akşəhər, Sibriz kimi layihələrin dünya investorları ilə mübadiləsi və həmçinin işğaldan azad olunmuş ərazilərimizdə
yenidən qurma və ağıllı şəhər konsepsiyalarının təqdim olunması məsələsi də əsas vacib əhəmiyyətli nöqtələrdən biri hesab olunur və bir də xatırlatmaq istəyirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 4-cü günündən bağlantılarımız və qonaqlarımızla birlikdə fikir mübadilələrimiz davam edəcək. Sözü yenidən sizə ötürürəm.